Hər kəsə salam, kanalıma xoş gəldiniz. Mən Elnarə. Azərbaycan İqtisad Universitetinin 4-cü kurs tələbəsiyəm və məzun olmağıma bir neçə ay qalıb. Əslində bu videonu çəkməyimdə məqsədim məzun olmazdan əvvəl Bakıda mövcud olan muzey və sərgilərdə tələbə güzəştlərindən istifadə etməkdir. Yəni qısacası məzun olmazdan əvvəl muzeylərin hamısını gəzəcəm. Hədəfim budur. Və istəyirəm ki, bu muzeyləri gəzərkən sizə də məlumat verim və müxtəlif muzeylərə bir yerdə gedək. Sadəcə muzey deyil, sərgilər və müxtəlif parklar, necə deyirlər, ödənişsiz və yaxud da az məbləğə gedib görüb gəzə biləcəyiniz yerlər. Bir siyahı hazırladım və bu siyahının mənbəsi Mədəniyyət Nazirliyinin internet saytından istifadə etdim və bir neçə əlavə internetdə videolara baxdım. Yəni aralarında mənim getdiklərim də var. Cəmi 3 dənə. Bəli, bu qədər. Çox da neysə. Yəni siyahı hazırladım və bu siyahıda ünvan, qiymət, status, yəni gedilibmi, gedilməyibmi, bir də qeyd. Qeyd hissəsində bəyənib bəyənmədiyimi qeyd edəcəm. Yəni bəyənib bəyənməməyim, yəni sən kimsən ki, bəyənib bəyənmirsən deyə bilərsiniz, amma yəni mən də insanımdır, mənim də fikrim var. Hər nəysə. Siyahıda toplamda 21 ədəd muzey var və bir neçə sərgi. Əsas məqsədim bu muzeylərə, sərgilərə getməkdir. Həmçinin getdiyim zaman videolar, fotolar olsun. Sizə bunlar haqqında qısaca da olsa məlumatlandırmaq, sizi də necə deyim, ruhlandırmaq. Bəlkə mənim kimi muzeylər gəzmək xəyalınız falan varsa, sizə də işıq olmaq istəyirəm. Aralarında bir neçəsinə getmişəm. Onlar haqqında bəlkə daha sonra danışa bilərəm və yaxud da video falan hazırlaya bilərəm, təkrar gedə bilərəm. Çünki çox sevmişdim. Hansılara getmişdim? Qız Qalasına getmişdim. Daş Salnamələr Muzeyinə, bir də Milli İncəsənət Muzeyində olmuşam. Aralarından ikisində ödənişdi. Daş Salnamələr Muzeyi ödənişsiz idi. Hazırda da gedə bilərsiniz. Yəni nə vaxt getsəz çox az adam olur. Yəni 1 ya da 2 nəfər. Mən 2 dəfə getmişəm. Birində özüm tək getmişdim. Daha sonra rəfiqəmi aparmışdım. İçərisi çox geniş, çox gözəldir. Yəni Qobustan ab-havası var. Yəni Daş Salnamələr Muzeyində daşlardır, oymalar və s. necə deyirlər, daş dövründən, dəmir dövründən, tunç dövründən və s. abidələr, müxtəlif saxsı qablar olsun, necə deyirlər. Yəni o dövrün istifadə olunan əşyaları və s. var. Amma çox gözəldir, mən çox bəyəndim. Həm də sakit yerdir. Yəni belə basırıq Qız Qalasındakı kimi çox turist və yaxud da çox insan yoxdur. Çünki Qız Qalası tam olaraq içəri şəhərin tam ortasında olduğu üçün dəhşət çox insan var idi. Xüsusən də turistlər çox idi. Yəni belə mənim kimi çox belə basırıq, insan dolu yer sevmirsinizsə, Daş Salnamələr Muzeyinə gedin. Yəni çox qəşəng yerdir. Daha sonra Milli İncəsənət Muzeyi haqqında danışım. Tələbələrə 3 az indi girişi, tələbələrə özəl 3 az indi, yəni normal vətəndaşların giriş biletini bilmirəm, yəni çox vaxt maraqlanmıram da. İçəri şəhərdə yerləşir, Filarmoniya bağı ilə üzbəüzdür. İçərisi çox gözəldir. Yəni İncəsənət Muzeyində nə olur? Rəsmlər olur və müxtəlif heykəllər olur. Və içəridə bir neçə otaq var. Bir neçə dediyim bayağı çoxdur və 2 mərtəbəlidir. Səhv etmirəmsə 2 idi. Qısacası İncəsənət Muzeyi haqqında da ayrıca İkinci dəfə gedib video çəkə bilərəm. Çox gözəl idi. Qız Qalasında isə biraz çox sıxlıq və insan olduğu üçün biraz narahat olmuşdum. Rahat-rahat gəzib baxa bilməmişdim. Bu səbəbdən ikinci dəfə getmərəm. Bu qədər danışdıq. İndi planımıza keçək. Bu videoda əsas 2 muzey gedəcəyik. 1. Xalça Muzeyinə, 2. Rəssamlar İttifaqında olan bir sərgiyə. Gedib gəldikdən sonra mütləq ki, durum dəyərləndirilməsi ediləcək sizinlə. Yəni bəyəndik, bəyənmədik, nələri gözümüzə çarpdı, nələr bizim üçün xoş idi, nələri yaşamasaq daha yaxşı idi. Bunların hamısını dəyərləndirəcəyik. Böyük ehtimal bəyənəcəm, çünki xalçaları çox bəyənirəm. Yəni ornamentlər və s. olsun, bardov rəngdə. Azərbaycan üslubunda xalçalar falan çox sevirəm. Yəni məncə bəyənəcəm. Üstəlik Xalça Muzeyinin yanına keçmişsinizsə nə boyda bina olduğunu görmüsünüz hər halda. İçinə bir dəfə girmişdim əslində.
Sadəcə çox insan var idi və sıra çox uzun idi. Mənim də ürəyim qısıldı, çıxdım ona görə. İçini əslində birazını görmüşəm, çox gözəl idi. Ümid eləyirəm sabah çox sıra olmaz, gedib gəzərik. Daha sonra sərgi Rəssamlar İttifaqındakı sərgi sahildə yerləşir. O ödənişsizdir, amma Xalça Muzeyinin 3 manat oldu. Yəni tələbələrə 3 manat olduğunu eşitmişdim. Gedək görək nələr gəlir başımıza. Hər kəsə yeni gündən salamlar. Bugün Xalça Muzeyinə gedirik. Kombinim bu şəkildədir. Qəhvə şalvarına geymişəm. Rəfiqəmlə gedəcəm. Çəkilişdə o mənə kömək olacaq. Ətraflıca məlumatı qayıtdıqdan sonra verə biləcəm ancaq. Burada görüşərik. Turist bazı. Beğendiğim xalçalarda Qarabağ xalçası da var. Naxışları değil, her ilmede özünün, doğma xalqının, torpağının tarixini görür. Saraya sükut çökür. Bu ecazkar səssizlikdən xalçanın naxışları canlanır. Anı əbədiləşdirən rəssam fırçanı götürür və möcüzəni rəsmə köçürür. Zamanın kitabı vərəqlənir. Azərbaycan xalçaları bu miniatürlərdən əbədiyyət qazanır. Onların naxışları heç vaxt susmayan musiqi kimidir. Çıxdıq rəfiqəmlə. İçəri göründüyündən də genişdir. Zaten böyük bir binadır. Mən çox bəyəndim. Getdiyim ən böyük muzey ola bilər. Şəkixan sarayından da böyükdür məncə. Biraz haqsızlıq ola bilər, amma böyükdür. Bayağı böyükdür. Şəkixan sarayı içərisi çox dardır. Amma bu çox bəyəndim. Mən istəyirəm orada. Düşürsən, düşür. Bilmirəm, heç səhv edirəm aslında. Olsun. Sevirəm sən. Mən gəldim. Getdik, gəzdik, gördük. İndi isə haqqında danışaq. Əvvəlcə bina haqqında danışmaq istəyirəm. Xalça Muzeyinin binasının təməli 2008-də atılıb və 2014-cü ildə açılışı olub. Yəni 2014-cü ildən bəri fəaliyyət göstərir. Tələbələrə giriş 3 azeyindir. Uşaqlara və yaxud da böyüklərə olan qiyməti bilmirəm, açıqcası maraqlanmamışam. Muzey özü 4 mərtəbədən ibarətdir. Əslində 0-cı mərtəbə, yəni giriş etdiyiniz mərtəbə sayılmır. Digər 3 mərtəbədə eksponatlar var. Birinci, yəni əslində 0-cı mərtəbə var ki, orada siz giriş elədiyiniz yerdir. Oradan bilet alırsınız. Orada müxtəlif hədiyyəlik aksesuarlar mı deyim, bloklar, maqnitlər və yaxud da nümunə xalçalar olsun, hədiyyəlik hissəsi var ki, siz oradan alış-veriş eləyə bilirsiniz. Yəni, necə deyim, tam turist işi hissədir. Həmçinin kafesi də var. Kafedən açıqcası bir məlumatım yoxdur. Yəni, qiymətlərlə bağlı maraqlanmamışam. Yəni, kafe hissəsinə getmədim. Birinci mərtəbədə əsas istifadə olunan alətlər olsun, təməl xalçaçılıqla bağlı məlumatlar olsun və müxtəlif adət-ənənələrimiz haqqında məlumatlar var idi, hansı ki, toy məclisləri, Novruz bayramı, müxtəlif şənliklər və s. haqqında məlumatlar var idi.
İkinci mərtəbəyə keçdiyimiz zaman ikinci mərtəbədə daha çox xalça nümunəsi var idi. Yəni bölgələrimizə xas xalçalar var idi. Hətta bir otaq kimi yer var idi ki, orada tam olaraq ab-hava keçmiş dövrü əks etdirirdi. Müxtəlif kəlağayı və milli geyimlərimizin nümunələri də var idi ki, hansı ki mən çox bəyəndim. Qarabağ Naxçıvan bölgəsinin necə deyirlər, milli geyimləri var idi. Keçmiş əsrdə xanımlarımızın geyindiyi müxtəlif adları olan geyimlər var idi. Üçüncü mərtəbəyə gəldikdə isə digər mərtəbələrlə müqayisədə həmin mərtəbədə xalça nümunələri ilə yanaşı böyük bir ekran da var idi. Zalın son hissəsində həmin ekranda süni intellektlə hazırlanmış müxtəlif videolar və Azərbaycan mədəniyyətindən, xalçaçılıqdan məlumatlar verilirdi. Yəni keçmişlə gələcəyin inteqrasiyası idi, belə deyim. Həmçinin sonuncu olaraq kiçik bir ekran da var idi ki, siz orada miniatürlər və xalça naxışlarına baxa bilirdiniz, özünüz yaxınlaşıb seçimləri edə bilirdiniz. Həmçinin miniatürləri süni intellektlə canlandıra bilirdiniz. Yəni bəzi görüntüləri sizə yerləşdirəcəm. Bugünlük bu qədər. Gedək sabahki sərgiyə.